Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mənə o qədər bu xanımlar müraciət edir, ona görə bir video dedim çəkim sizə. İnanırsınız, akazısa bu düşüncə pozğunluqların, təşviş həyəcan pozuntusunun arxasında, ritualların hətta arxasında nələr dururmuş? Ailə vəziyyəti, pulsuzluq, yoldaşı ilə yola getməmək, baldızı ilə yola getməmək, qaynana ilə bir evdə yola getməmək. İnanırsınız nə qədərdir? Onlar təşviş həyəcanı yaşayırlar, amma asozunlu deyil, anlamırlar. Simptomlarla üzə çıxır. Yəni siz bilirsiniz də simptom nəyə görədir? Dəfələrlə danışmışam. Ona görə müraciət edirlər, amma araşdırırsan, görürsən ki, bunun nə qədər problemləri var. Xəyanət var orada, yoldaşı ilə bağlı və yaxud yerli yersiz qısqanclıq var, həddən artıq. Anlatabildim mi? Artıq o qədər qısqanclıq var ki, bu yoldaşına qarşı nifrətə çevrilib. O nifrət bütün ailə üzvlərinə aid olunur sonra. Hər kəsə nifrət eləməyə başlayır. Hər kəsi xəyanətkar kimi tanıyır. Elə bilir ki, hamısı bunun üstünə gəlir. Bu ailənin necə deyim, mişeninə çevrilir. Yəni hədəf. Anlatabildim mi? Qaynana ilə yola getmirlər, baldızla yola getmirlər. Yoldaşı, o hətta belə bir depressiyada olurlar ki, artıq övladları ilə belə uzaqlaşırlar, övladlarını özlərindən uzaq edirlər. Yəni əksər qadınlar bizə buna görə müraciət edir və pulsuzluq. Pul olmur, xəstədir, müraciət edə bilmir həkimlərə, çıxış yolu axtarır, o da bir yükdür, anlatabildim mi? Emosiyalarına qapanır, pulsuzluq bir yandan və çıxış yolu axtarır ki, bu rahatlaşsın, üst tutsun psixoloqlara, psixoterapevtlərə ki, buna yardımcı olsunlar. Psixoterapevtlər də, psixoloqlar da seansı 50 manatdan, 70 manatdan, hətta Azərbaycanda mən tanıdığım psixoloqlar var, seansı 300 manata verirlər. Yəni bu yetim bilmir necə eləsin, artıq yoxdur imkan. Azərbaycanda mənim bildiyim qədər o dərəcədə imkan yoxdur. Siz də yaxşı bilirsiniz ki, hər bir söz, söhbət, hər bir stres, depressiya və s. bunların arxasında çox vaxtı yəni maddiyyat durur. Yəni maddi cəhətdən sıxıntı baş verəndə təbii ki, insanlar dərhal depressiyaya düşürlər, stresə düşürlər və başlayırlar bir evin içində bir-birlərini didməyə, bir-birlərinin sözü boğazlarından keçmir. Anlatabildim mi? Yəni mən çoxları ilə işləyirəm, hamı da mənə çox sağ ol deyir. Yəni müraciət eləyin, narahat olmayın. Yəni seansı 50 manata, 100 manata deyil, narahat olmayın. Tamam mı? Köməkli eləyəcəyik. Mən özüm özəl klinikada çalışıram, Belarusiyadayam və Belarusiyada yetərincə yəni pasiyentlər var. Hətta içlərində Azərbaycanlılar da var, onu deyim. Mən də məqsəd budur ki, onlayn Azərbaycan üçün artıq 5 il, 6 il olar, bəlkə də artıq olar ki, başlamışam proqramla işləməyə ki, insanlar, yəni kasıbçılıq pis şeydir həqiqətən.
Siz görmüsünüz nevroz, milyarder nevroz olsun. Pullu nevroz görmüsünüz indiyənə kimi. Belə bir şey yoxdur. Anlatabildim mi? Bütün nevrozlar hamısı kasıblardır. Bütün nevrozlar. Ona görə də müraciət edin, narahat olmayın, çıxış yolları, variantları deyəcəm sizə, köməklik eləyəcəm. Narahat olmayın, tamam mı? Hər bir problemin həlli yolu var. Heç bir narahatçılığa səbəb yoxdur. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Sağ olun.